Əziz Peyğəmbərimiz buyurur, yuftahu əbvabus səma fi ərbə'i məvadiyə. 7 vaxt, 4 vaxt ki, var ki, o vaxt səmanın qapıları açılır. Səmanın qapıları açılar 4 vaxtda. İndə nəzərəl vələd fi vəcil valideyni. Yəni ki, övlad atanın, ananın üzünə məhəbbətlə baxa. Övlad bir dənə atanın, ananın üzünə məhəbbətlə baxa. Səma açıldı, qapıları açdı. Yəni, qapını açmağın yoludur. Qapını açmağın yoludur. Bir dənə bir fragment gördüm o günləri. Gördüm internet səhifəsində baxdım. Gördüm biri gəlir qapını təpikləyir ki, açsın o tərəfə. Vurur təpi ilə, yumruqla, gəlir kürək ilə vurur, aça bilmir. Biri çəkir o tərəfə, qapını sənin bu tərəfə açılırmış. Götürür belə açır, qapını belə açırlar, gir içəri. Səmanın da qapılarının açılmasının bir şərti var da, necə açılır? Bir şərti nədir? Adam, insan ki, atanın, ananın üzünə bir məhəbbətlə baxdı, qapılar açıldı. Qapılar açıldı da fürsət bildi. Dualar belə. 2. İndə nuzulil mətar. Yağış enəndə yerə. Yağış ki, yağdı, rəhmət qapıları açılır. 3. İndə fəthi babil Kəbə. Kəbə evinin qapısı açılanda. O müəyyən bir vaxtlarda qapısı açılar. 4. buyurur, indən nikah. Nikah vaxtı. Nikah vaxtı Allahın rəhmət qapıları açılar. Ona görə ona dua ilə söz nə gözəl.